Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda Özbəkistan parkını açacaq. Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək. Onun sözlərinə görə bugün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Həmçinin Özbəkistan parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasının açılışı olacaq. Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam etdirəcəklər. Burada Xankəndidəki birgə tikiş fabrikinə və Ağdam şəhərindəki İmarət tarixi memarlıq kompleksinə baş çəkəcəklər. Səfərə hazırlıq çərçivəsində sənaye əməkdaşlığı üzrə böyük bir sazişlər paketi formalaşdırılıb deyə məlumatda bildirilir.